Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizənin simvoluna çevrilən 20 yanvar faciəsinin 36-cı il dönümü Şəkidə də Milli Qürur Günü kimi qeyd olunub. Rayon administrasiyası, ictimaiyyət nümayəndələri, eləcə də şəhid ailələri Şəkinin Şəhidlər Xiyabanında şəhidlərin şərəfinə ucaldılan abidənin önünə gül dəstələri düzüb və onların əziz xatirəsini yad ediblər. Çıxış edənlər vurğulayıb ki, böyük itkilərlə, günahsız insanların qətlə yetirilməsi ilə nəticələnən bu faciə eyni zamanda xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu nümayiş etdirib. Şəhidləri Yaşadaq komandası olaraq biz hər zaman şəhid ailələrinin yanındayıq və bizim missiyamız şəhidləri xatırlamaq və xatırlatmaqdır. Şəhidlər bizim təkcə keçmişimiz deyil, həm də bugünkü tariximizdir. Və buna görə də hər zaman şəhid ailələrinin yanında olmaq, şəhid ailələrinin missiyasını yerinə yetirmək, şəhidlərin bugünkü gün üçün bizə onların bəxş etdiyi bu torpaqlar bizim azad nəfəsimizdir və bu torpaqları, bu missiyanı qorumaq bizim ümumi borcumuzdur. Və bir daha biz onu xüsusilə qeyd etmək istəyirik ki, şəhidlərimizin bizə qoyub getdiyi miras bizim müstəqilliyimizin, bizim gücümüzün, bizim birliyimizin və xalqımızın, dövlətimizin müqəddəs amalıdır. Saat 12:00-da Şəkidə də şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.